Amin. Çörəkli olasınız. Vesalaya. Gəlmişəm Neftoya. Bərəkətin çörəklərini gətirmişəm. Bərəkət çörəklərdən deyirlər. Qonaq gəlmişik Neftoya. Bu çörəklərdən ötürü gəlmişik Neftoya. Daha satılır, bizə mədə qalın. Bu çörəklər hara gedir görəcəksiniz. Gün yürüşəm səsləşdik. Gəlmişəm indi o nöqtəyə, tapa bilmirəm harada bura. Bakıdan satdırmamız var idi Neftoya. Gəldik, belə bir yerə gəlmişik, çöldə bir avanlıqdır. Davam edirəm, bu yolla davam edirəm, zırh aparır. Bəlkə ümid edirəm ki, qabaqda olacaqdı getdiyimiz yer. Yol var, nə cığır var, heç nə görsənmir də. Yəni qalmışam burada, tapa bilmirəm yolu. Konum da düzəməli işləmir də burada. Amma sifarişi çatdırmalıyam. Nə olsa da, yəni ki, burada axşama kimi qalsam da, burada gezərəsəm də, bu çörəkləri mən çatdıracam. Buradan o tərəfə heç nə yox. Ancaq taxıl zəmiləridir belə, görürsünüz, sarı-sarı taxıl zəmiləri. Yəni, yağış yağır, gönlünüzdə qalıbdır. Yəni, yağsa istanacaq burada. Yol yoxdur ya burada. Məcbur biləcək burada. Təhlükəlidir, buradan da olacaq. Bu çörəyi çatdırmaq bizə çox həqiq verdiyinə görə. Bu gördüyünüz buradalardan görürsünüz. Xahiş edəcək ki, bizə versinlər, bərəkətə versinlər, bizdəki bu gözəl çörəkləri hazırlayaq. Bunun aşağı ayağımın altına baxa-baxa yedirəm ki, ilan yuvalar falan var da taxıl zəmisinin içində, təhlükəlidir. Taxıl zəmisinin içində 4 tərəfli kanaldır, keçmək olmur da getdiyimiz məkana. Qalmışıq da, yağış da yağır, islanmışam, görürsünüz belə, çörəklər də islanmaz qədər. Üstün sudur, ayaqım suyun içində, şalvarım suyun içində. Atla da dağımıza gəliblər, atla da bizi xilas edə bilirlər də buradan. İndi gedirik atlıya doğru görək, kanal kəsə biləcəyik. Qarşıda atlı oğlandır. 2 saatdır fırılır. Yol tapa bilmirik. Çörəkləri çatdırmaq üçün. Ağzına bağlamışam, islanmaz. Bayaq atlı gördük. O da bizi çağırdı bura. Buradan da deyir ki, yol tərəfdədir. Ora gedirik. Bir də belə gedirik. Baxdıq ki, 2 saat dağda gəzəndən sonra at tapdıq. İndi əyləşəcəyik yataq. Yox, buradan. Bərəkətin çörəkləri ayaqlarına aparır. Yaxdan taxıl zəmisinin içindəyik. Yəni yağış yağır, təmiz islanmışıq. Suyun içində, palçığın içində. At gələndən sonra da yağış kəsibdir. Yenə qalmışıq belə. Ayağımıza baxın. Bir də arzu edirəm ki, sağ-salamat gedin məkana çatdırın. İstəsə piyada olsun, istəsə atma olsun. Hər bir sifariş yəni çatdırılır. Azərbaycanda ilk dəfə bu çatdırılmağı biz elədik dostlar. Gəl. Dostlar, axır ki, gəldik, çatdıq Nefsalaya. Bərəkət Yurt restoranının çörəklərini, özbək çörəklərini çatdırdıq Nefsalaya. Gülkəz xanıma indi təqdim edəcəyik bu çörəkləri. Bərəkət Yurt restoranının sizə göndərdiyi bu çörəkləri sizə çatdırdı. Bərəkətli olsun, daiminiz olsun. Allah Teala elə siz Amin. çörəkli olasınız, həmişə siz gələsiniz. İnşallah bərəkət nazil olsun. Bizim bu təsərrüfata Allah bərəkət versin. Amin inşallah. Allah bərəkət versin.